Qadın yazarlar Fransuaza Sagan, yaxınlıqdakı kafe. Qəribədir. Şəxsi həkiminin yanından pilləkənlərlə enən zaman o düşünürdü. Qəribədir. Ayaqlarıma nəsə olub. Bu eybəcər, mişan, kim bilir daha necə olan pilləkənlərlə o artıq qəbul olunmuş, mənasız ölüm hökmü ilə enirdi. Onun ayaqları, hansıları ki o rəqs edən zaman, qadın bacaqları yanında, pa hərəkəti zamanı və ya dəniz çimərliyində çılpaq, rahat uzanmış vəziyyətdə görürdü. İndi isə ayaqlarına dəhşətlə, təəccüblə, nəsə bir iyrəncliyə baxar kimi nəzər salırdı. Onların şəxsi həkiminin evindən necə enməsinə baxırdı. Ölüm öz-özlüyündə mənasız və qeyri-adi idi. O Mark ölə bilməzdi. Onun fikrincə, rengen adlanan şəkilə baxan həkiminin nəzərlərində nəsə abstrakt bir şey vardı. Onun vücudunun şəklinə. Orada nəsə sarımsaq bir şey, açıq mavi rəngli nəsə gözə dəyirdi. Ola bilməzdi ki, gecikdiyi üçün qaçaraq pilləkənlərlə çıxıb dəngə nəfəs qalmış və ürəyindən narahat olan Markla indi sakit enən və öz taleyi ilə barışan adamla yalnız yarım saat vaxt geçmişdi. Çox nəzakətli, keyfi pozulmuş, təbiətcə soyuqqanlı olan insanda indi istilik vardı. 3 ay. O dedi 3 ay. Ağciyərlər. Və Mark, hansının ki heç kim öləcəyini düşünməzdi və hətta heç kim ona ölüm arzulamazdı. Həmin Mark hiss etdi ki, həkimin bu dəqiqləşdirməsindən sonra necə dərisi büzüşür. Mən ölürəm. Məni ölüm gözləyir. Tezliklə mən olmayacağam. Axı o özü həkimi səmimi söhbətə sövq etmiş oldu. Avropada hələ bu pasiyent həkim səmimiliyi dəbə girməmişdi. Dedi ki, xanımı ilə boşanıb, valideynləri gücsüz insandı və orada-burada peydaladığı övladları onun üzərində heç bir qanuni məsuliyyət daşımırlar. Yəqin elə bu aydın olmayan dəqiqləşdirmədən sonra qəti ölüm hökmünü əldə etmiş oldu. Bəlkə həkimlər belə dramatik səbəbləri olan məzlum pasiyentlərə yazıqları gəlir. Həqiqətən də o yazıq idi. Tanrıya şükür ki, xərçəng onun uğurlu yerində idi. Axı bəzən xərçəng bağırsaqda, dəridə və yaxud başqa uyğun olmayan yerlərdə olur. Onun xərçəngi isə elegant, səviyyəli idi və 3 aydan sonra o, klassik tərzdə ağciyər xərçəngindən vəfat edəcəkdi. O sakitcə gülümsədi. Özünü gənc və dövrlə addımlayan biri kimi hiss etdi. Sonra qəhqəhə çəkdi. Demək olar ki, təntənəli şəkildə düşündü ki, sonda o bağırsaq xərçənginə də tutula bilərdi. Bunu dilə gətirmək çətin və əzab verici olardı. Çünki uşaqlıq dövründən bu orqan insanların yaddaşında qarın getmə və ya başqa egzotik xəstəliklər kimi yadda qalır. İndi isə nə üzr istəmək, nə də bəhanə axtarmaq lazımdır. Əgər çətinə düşsə, o deyə bilərdi, mən bundan ölürəm. Mən səni tərk edirəmsə, bu ona görədir ki, və o yalan danışmağa məcbur değildi. İndi öz hissiyatının zəif tərəfi və ya güclü, təkəbbürlü
tərəfi arxasında gizlənməyə ehtiyac qalmayacaqdı. Öz ölümünə görə üzr də istəməli olmayacaqdı. O son pilləkəni keçib giriş qapısı, həyat qapısı önündə peyda oldu. Bir anlıq orada durdu. Artıq özünü zülmətli xəstəxana palatasında, onu sakitləşdirən dostları və fikirli həkimlər əhatəsində təsəvvür edirdi. İndi burada isə belə bir parlaq günəş vardı. Günəş günəbaxan çiçəyinə bənzəyirdi və yəqin Mark həyatında ilk dəfə cəsarətli dəqiqə yaşadı. Gerçək cəsarət dəli kimi trotuar tərəfə sıçradı. Bulvarı, həyatı, şəhəri gördü. Yaxınlıqdakı kafeyə sakit addımlarla yönəlməkdən öncə kar və kör kimi trotuar kənarında biraz durdu. Bilirdi ki, əvvəllər diqqət yetirmədiyi kafe bundan sonra onun ağlında həmişəlik həkk olunub qalacaqdı. Həmişəlik. Həmişəlik haqda düşünəndə atam anladı ki, bu həmişəlik yalnız 3 aydı. Ona görə də belə məzəli, axmaq, uyğun olmayan bir melodram idi. Hər şeydən çoxunu təəccübləndirən o idi ki, heç kəs haqda düşünmürdü. Bir də belə işlər zamanı qız anaya qaçır, kişi öz xanımının yanına gəlir, Melofan isə taleyinə özünü buraxır. O isə klassik kafedən başqa heç yerə getmədi. Plastikdən ağac görünüşü verilmiş kafedə adam çox deyildi. 10 nəfər müştəri, kafe işçiləri və pivə. Adam ayağını bar duracağına dirəyib durdu və həmişə ağac və mərbər üzlüyü olan yerlərdə bir rahatlıq hiss edirdi. Kafedə insan az idi və adam bunu talih hədiyyəsi kimi qiymətləndirdi. Ofisiantı səslədi. Ofisiant qağayı kimi yanına uçub gəldi və ona Pernod, spirtli içki sifariş etdi. Əslində nəyə görə Pernod sifariş etdiyini özü də bilmirdi. Belə ki, o heç vaxt anis dadını sevməmişdi. Sonra təsəvvür etdi ki, bu qoxu dəniz çimərliyi, qadın vücudu, balıq qulağı, yosunlar və uyares balıq supu xatırladır. Özlüyündə düşündü ki, həyatın qoxusudur. O, Kalvados sifariş edə bilərdi. Həmçinin badam sütündən sirop da sifariş edə bilərdi, hansı ki ona ana sütünü, saçını və nəm ağac qoxusunu xatırladırdı. O kiçik olanda onların yataq otağından bu qoxu gəlirdi. Bu bar duracağının önündə bir badə Chanel 5, yaşıl külək, sonra isimləri bilinməyən parfümləri da sifariş edə bilərdi. Sonra Guerlainlə qarışıq göz yaşlarını da. O qadın ki onu bir daha heç vaxt görməyəcəkdi. Hansının adı, ismi Ines idimi? Adam qadını xatırladı. Bu möhtəşəm küçələrin gücü, qoxuları, Parisdə olan istilik. Bu çox qeyri-mümkün olan bir şeydi. Barda olan insanlar, onun çoxdankı dostları, eyni zamanda ona tanış olmayan kənar şəxslər idi. O elə bir işlər görməyib ki, bundan sonra pişmançılıq çəksin. Necə deyərlər, bir qadın yanından
o birinin yanına gedib, lakin tamamilə açıq qəlblə bir yataqdan o biri yatağa, bir ehtirasdan o biri ehtirasa keçib və həmişə də bu yolda büdrəyib, nələrinsə üstünə çıxıb, lakin heç vaxt hissiyatsız olmayıb. Baxmayaraq ki, yalan da danışmağı bilirdi. Çox vaxt ağlını itirmiş qoca qağayı kimi qanadlarını çırparaq ətrafında olan eyni buksirlərin yanına uçur və onların arxasınca uçmaqdan usanmırdı. Bəli, o hər şeyə hazır olan bir sarsaq idi və əgər düşünsə, həqiqətən özünü ciddi nəyəsə günahlandırsa, bir şey tapa bilməzdi. Və onun vəfatının vaxtının təyin edilməsi adama biraz qalmaqallı gəldi. Sadəcə olaraq o bunu tezləşdirməli idi, bu işi bitirməli idi. Özü özünə dözəcək deyildi. Gələcəkdə arıqlamış, keçəl, büdrəyərək gəzən və iynə gözləyən biri kimi olmaq istəmirdi. Xeyr, bunu həll etməyə çalışacaq. Lakin cəsarətli olacağına da əmin deyildi. Və elə həmin an o möhtəşəm Mark oldu. Yaraşıqlı, nəzakətli Mark və qədəhini qaldırıb geniş, biraz da məzəli bir jestlə barmenə müraciət etdi. "Dostum!" uca səslə dedi və barda söhbətlər kəsildi. Orada 7-8 nəfər vardı. Hansılar içində ki, bir sevgili cütlük də görünürdü. Kafedəki insanlar narahat halda ona baxdılar. "Dostum, mən hamıya içki ikram etmək istərdim. Təsəvvür edin, Sen Kluda cığırda qələbə qazanmışam. İlk 3 nömrəyə pul qoyub udmuşam. Mən bunu elə indi öyrəndim." Hamı biraz heyrətləndi. Lakin sonra şənləndilər. Hamı, dəqiq desək 10 nəfər, onun son şahidləri adama tərəf dönüb əl çaldılar. O müxtəlif sağlıqlar deyib onlarla içdi. O cümlədən öz sağlığı, öz şərəfinə də içdi. Səliqə ilə borcunu ödəyib, həkimin evinin girişində 10 metr uzaqlıqda saxladığı avtomobilinə əyləşdi. Sərxoş, əla vəziyyətdə olduğuna görə gücü və qabiliyyəti çatdı ki, necə deyərlər, təsadüfən Mont-la-Joliyə çatmamış ağaca çırpıldı. Necə deyərlər, elə yerindəcə qaldı.